Novruzun ikincisi, o çərşənbəsidir. Bugün bayram süfrəsi açılır, həyətlərdə tonqal qalanır. Bu gözəl gündə Salahlılar ailəsinə qonaq gəldik. Bayramınız mübarək. Hoş gəldiniz. Novruzun ən sevilən tərəflərindən biri çərşənbələrdir. Bu çərşənbələr bir-birinə doğma olan şəxsləri yaxınlaşdırır, xoş gün keçirmələrinə vəsilə olur. Milli bayramda əsasən milli yeməklərə üstünlük verilir. Azərbaycan mətbəxinin tacı olan pilav, dolma, kabab, xaşlama və digər milli yeməklər hazırlanır. İndi nə hazırlayırsınız hazırdan? Başqaya. Azərbaycan milli mətbəxi dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və dadlı yeməkləri ilə bol olan bir mətbəx gəlir. Milli mətbəxin tarixi də elə xalqın tarixi qədər qədimdir. Ən qədim yeməklərimizdən biri də məhz elə süfrəmizin əvəz olunması. UNESCO-nun mədəni irsi siyahısına daxil edilən Azərbaycan dolmasıdır. Dolma təkcə dadı ilə deyil, həm də tarixi əhəmiyyəti ilə seçilir. Dolma bizim qədim yeməklərimizdən biridir. Üç bacı dolmasıdır, yarpaq dolması, bir də kələm dolması biz bugün qədim yeməklərimizdir. Ramazan ayı ilə Novruz bayramının və onun çərşənbələrinin üst-üstə düşməsi həm dini, həm də milli dəyərləri bir araya gətirən xüsusi bir anıdır. Xalqımızın milli bayramlarından olan Novruz adı kimi yeniliklər gətirir. Torpaq uyanır, bitkilər çiçəklənir. Hər yerdə sevincli günlər başlanılır. Günəşin hər səhər doğması ilə ilimiz, obamız aydınlanır. Novruz bayramını xüsusən də od və torpaq çərşənbələrini tonqalsız təsəvvür etmək mümkün deyil. Bu ərəfələrdə insanlar böyük tonqallar yandıraraq ətrafına toplanır, ürəyi isidən söhbətlər edir. Tonqalın üstündən 7 dəfə tullandıqdan sonra bunun insanın bütün dərdlərini ötən ildə qoyacağı düşünülür. Bu üçün yəni ikinci o çərşənbəsidir. Ədətimizə görə biz hər çərşənbələri tonqal yığalıyırıq, yığılırıq yəni ədətim üçün. Dədələr, babalarımız necə yəni Novruz bayramı qeyd edir, biz o şəkildə qeyd etməyə çalışırıq yəni. Bəlkə də tam olmur, amma yerlərimiz bu qədər yəni, çalışdığımız belə olur. Azərbaycan xalqının hamısını təbrik edirəm ikinci o çərşənbələrindən və üzümüzə gələn bu Novruz bayramı bolluk gətirsin və əməl-amanlıq və dünyada barış olsun yəni.